Bismillahirrahmanirrahim. Bəqərə surəsi 23-24-cü ayələr. Ayələrin tərcüməsi. Əgər bəndəmizə, Peyğəmbərə nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər ən azı bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı bütün şahidlərinizi bu işə köməyə çağırın. Əgər bunu bacarmırsınızsa, heç bacara da bilməyəcəksiniz. O halda kafirlər üçün hazırlanmış, yanacağı günahkar insanlardan və daşlardan, bütlərdən olan oddan qorxun. Ayələrin təfsiri. Quran əbədi möcüzə. Əvvəlki ayələrin mövzusu olan küfür və nifaq bəzi vaxtlar Peyğəmbərliyin mahiyyətini dərk etməməkdən qaynaqlandığı üçün bu ayələrdə əsas diqqət də məhz bu məsələyə yönəlmişdi. Xüsusilə də Peyğəmbər Salavatullahın əbədi möcüzəsi sayılan Quran-Kərim daha qabardılmış şəkildə önə çəkilmişdir ki, Hz. Muhammed Salavatullahın Peyğəmbərliyinə şübhə edənlərin şübhəsi aradan qaldırılsın. İlk olaraq Allah-u Teala belə buyurmuşdu: Əgər bəndəmizə, Peyğəmbərə nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər ən azı bir surə gətirin. Bununla da Allah-u Teala Quranı inkar edənlərin hamısını açıq mübarizəyə dəvət edir ki, bu yolla öz acizliklərini görüb bu kitabın doğrudan da səmavi vəhy olduğunu qəbul etsinlər. Daha sonra isə Quran belə buyurmuşdu: Əgər doğru deyirsinizsə, onda Allahdan savayı bütün şahidlərinizi bu işdə köməyə çağırın. Ayənin orijinalındakı şühədə, şahidlər sözündə kafirlərə Peyğəmbəri inkar etməkdə yardımcı olan şahidlər nəzərdə tutulmuşdu. Allahdan savayı ifadəsi isə ona işarə edir ki, Allahdan başqa bütün insanlar toplaşıb əl-ələ versələr də, Quranın surəsi kimi bircə surə gətirə bilməzlər. Əgər doğru deyirsinizsə, budaq cümləsi isə əslində kafirləri bu mübarizəyə dəvət etməyə təhrik edir. Yəni, sizin bu işdə acizliyiniz yalancı olmağınıza dəlalət edir. Yalancı olmağınızı sübut etmək üçün əl-ələ verib Quran surələri kimi bircə surə gətirin. Mübarizəyə dəvət mümkün qədər qətiyyətli olmalı, düşməni maksimum dərəcədə təhrik etməlidir ki, bütün gücünü səfərbər etsin. Nəhayət aciz olduğunu gördükdən sonra düşmən əmin olsun ki, qarşılaşdığı kitab bəşər düşüncəsinin məhsulu deyil, həqiqətən də Allah tərəfindən göndərilmiş bir kitabdır. Məhz bu önəmli cəhətə növbədə ayədə toxunulmuşdur. Əgər bunu bacarmırsınızsa, heç bacara da bilməyəcəksiniz. O halda kafirlər üçün hazırlanmış yanacağı günahkar insanlardan və daşlardan, bütlərdən olan oddan qorxun. Ayənin ərəbcə orijinalındakı vəqud sözünün mənası kibrit və ya digər vasitələrlə yaranan qığılcım deyil, məsələn, odun kimi alışan yanacaq deməkdir. Bəzi təfsirçilər ayədəki daşlar sözünün mənasının daşdan hazırlanmış bütlər olduğunu bildirmiş və bu iddianı Ənbiya surəsinin 98-ci ayəsi ilə əsaslandırmışlar. Həmin ayədə belə deyilmişdir: Siz və Allahdan başqa tapındıqlarınız cəhənnəmin odu olacaqsınız. Digər bir qrup təfsirçi burada daşlar deyildikdə, hərarəti digər daşlardan daha çox olan kükürt daşlarının nəzərdə tutulduğunu bildirmişdi. Başqa bir qrup isə belə hesab edirmiş ki, bu ifadədə əsasən cəhənnəm odunun hərarətinin həddən artıq çox olması nəzərdə tutulmuşdu. Yəni oranın hərarəti və yandırıcılıq qabiliyyəti o qədər güclüdür ki, hətta insanları və daşları da odun kimi yandıra bilər. Ayələrin zahiri ilə daha uyğun görünən odur ki, cəhənnəm odu insanların və daşların öz daxilindən alovlanacaq. Bugün bütün cisimlərin öz daxilində böyük ölçüdə od, başqa sözlə desək, oda çevrilə biləcək güclü enerji olduğunun sübut edildiyini nəzərə alsaq, yürütdüyümüz mülahizəni anlamaq elə də çətin deyil. Cəhənnəm odunu bu dünyanın adi odlarına bənzətməyə də lüzumu yoxdur. Hüməzə surəsinin 6-7-ci ayələrində Allah-u Teala belə buyurmuşdu: Allahın yandırdığı oddur. O od ki, ürəklərdən qalxacaq. Ayələrdə də göründüyü kimi, cəhənnəm odu bu dünyanın odlarından fərqli olaraq çöldən içəriyə doğru deyil, içəridən çölə doğru yetişir. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.